bazarına nəzarət edən təşkilatlar özü bilir. Açıqlamasını bilir ki, və hər bir şəkildə də bu açıqlamanın içindəkinə uyğunluğunu artıq rahat şəkildə götürüb yoxlayıb, ona görə nəticə çıxarda bilirlər. Bu hər bir məhsulumuzun üzərində var. Bizim hər bir məhsulumuzun üzərində var. Çünki dediyim kimi, qətiyyən biz standartlardan kənar məhsul istehsal etmirik və həmçinin bir şey də qeyd eləmək istəyirəm qısa olaraq ixrac bazarlarımız haqqında. Elə ondan danışacaqdım. İxrac. Bəli. İxrac məsələləri necədir? Dünyada tanıtmaq və yaxud da öz məhsulunu dünyaya göstərmək ki, bax, Sun kimi belə bir demək. İxraca gəldikdə bizim bildiyiniz kimi qeyri-qida və qida məhsullarımız bir neçə ölkəyə, bir neçə hətta kontinentə belə deyək də ixrac olunur. Və ən önəmlisi də odur ki, hər bir ixrac olunan ölkənin özünün tələbləri var. Özünün standartları var, özünün deməli qanunvericilik çərçivələri var və bizim məhsullarımız da dünya standartlarına uyğun olduğuna görə biz çox rahat şəkildə ixrac edə bilirik. Bunu da təbii ki, kör-körana göndərmirsən ki, mən göndərdim, baxaram, tutar, qatıq tutmaz ayran bir misalımız var. Bazarlar təbii ki, istehlak bazarları yoxlanılır. Həmin o bazarlara daxil ola biləcək məhsullarımız seçilir. Bu məhsullar artıq həmin o bazarlarda təmsil olunan insanlar tərəfindən özləri alınır, yoxlanılır. Üçüncü tərəf məsələn onu yoxlayır ki, tamamilə baxımsız da belə müstəqil şəkildə düzgün bir yoxlama nəticəsi olsun. Və dediyim kimi, hal-hazırda biz MDB ölkələrinə ixrac edirik, Avropa ölkələrinə ixracımız var, Birləşmiş Ştatlara var. Rəqabət orada daha güclüdür. Çox güclüdür rəqabət, çünki bildiyiniz kimi qlobal brendlər var, çox tanınmış beynəlxalq markalar var. Amma yenə də, yəni, bayaq çox yaxşı dediniz ki, bir dəfə alan artıq ona inanır, güvənir və bəyənirsə, istər-istəməz artıq hər dəfə eyni məhsulu alacaqdır, ona bağlanacaqdır. Bu da ki, özünü bildirir. Hal-hazırda təbii ki, ixrac bazarlarımız genişləyir və ən önəmlisi odur ki, biz yerli məhsulun alınmasına, təbii ki, bir daha dediyim kimi, çox önəm veririk. İstehlakçılarımız da çox diqqətlidirlər yerli məhsullara, yerli markalara qarşı. Biz bütün istehlak bazarımızı əhatə edə biləcək, yəni müstəvidə çalışmalar aparırıq, istehsal gücümüz var. Həm daxildəki Azərbaycanlı istehlakçısını kənarda qoymamaq şərti ilə, dediyim kimi, ixrac yönümlü layihələrimiz də davam edir. Bax, siz biz təmsilçi kimi, siz bu məhsullardan istifadə edənlərə və etməyənlərə nə məsləhət görərdiniz? Belə deyək də, bir istehlakçı kimi məsləhət görmək istəyirəm. Çünki nəticə etibarilə özüm də evə aldığım məhsullardır. Məhsulu almağa heç vaxt çəkinmək lazım deyil. Çünki ən azından onu almasan, bir dəfə ən azından içini açıb baxmasan, bir qoxlamasan, bir əlini vurmasan ki, bu qutu dəsmal yumuşaqdır deyək ki, bir dəfə bununla məsələn üzünü silməsən, tərini silməsən, uşağının əlini silməsən, bilməyəcəksən ki, bu nədir, bəyəndinmi, bəyənmədinmi? Ətirli yaş dəsmalıdır, onun ətri səni qane edəcəkmi və yaxud da qırmızısını istəmirsən, yaşılını mı alacaqsan? Almaqda çəkinmək lazım deyil. Ən başlıcası da ondan ibarətdir ki, yerli məhsulların alınmasını biz təbii ki, tövsiyə edirik. Çünki biz özümüz üçün də dövlət olaraq da bu çox önəmli məsələdir, bilirsiniz. Hamı yerli mal alsın, xeyir vətənə qalsın. Mən də onun tərəfdarlarındanam ki, mən də çox istəyirəm ki, əksinə xarici ölkələr bizdən məhsul alsınlar. Yəni, xarici ölkələrdən asılılığı maksimum səviyyədə azaltmaqdan ötürü də öz məhsullarımızdan istifadə etməliyik, öz məhsullarımızı almalıyıq ki, bizdə də bu sayı kifayət qədər yaxşı inkişaf eləyir. Hər cür məhsul istehsal olunur və tam da belə deyək də, könül rahatlığı ilə hər kəs də istifadə edə bilər. Çox rahat, dediyim kimi, açığıq, şəffafıq. Kampaniyalar necə? Sizdə kampaniyalar keçirilirmi? Daha çox insanlar, belə deyək də, kampaniyalardan yararlanmaq üçün diqqətləri çəkir bu məhsullar. Təbii ki, kampaniyasız yəni olmur. Amma bilirsiniz necə, elə markalar, elə məhsullar var ki, artıq onların heç kampaniyaya da ehtiyacı yoxdur. Artıq kifayət qədər alıcılar var. İllərdir bazardadır. Ona görə də istər-istəməz ona kampaniya keçdirmək. Məsələn, Sunda dediyim kimi, sosial məsuliyyət yönümlü layihələrdən başqa bunun üzərində kampaniya keçdirməyə, hər hansı bir aksiya keçdirməyə artıq ehtiyac yoxdur. Bəli, kifayət qədər istifadə olunur. Şəxsən mənim üçün də o elədir. Mən ümumiyyətcə, yaş salfetlərsiz həyatımı təsəvvür eləyə bilirəm. Elçin göz qoyub. Efirdən sonra elə bilərsiniz, operatorlar və yaxud da ki, rejissorlar və yaxud da ki, redaktorlar bunu götürəcək. Xeyr, bu mənim məhsulumda artıq mən üçün gətirilib və Azərbaycan sayağı bir, belə deyək, reklam etmək istəyirəm. Azərbaycan sayağı. Məncə bu reklamla da hər şey aydın olacaq. Dediniz, uşaqlarınız var. Və uşaqlarınız bundan istifadə edir, Allah saxlasın. Çox sağ olun. İstifadə edirmi? Edir, təbii ki, edir. Bəli. Hörmətli tamaşaçılar, biz heç vaxt öz uşaqlarımıza, belə deyək,
xoşa gəlməz bir məhsuldan heç vaxt istifadə etmərik. Nə qədər də təmsilçi olsaq da, nə qədər də hər hansı bir şirkətdə də işlətsək, ona görə onların sağlamlığı üçün biz əlimizdən gələni eləyirik və Elada xanım da təbii ki, öz övladlarına özümüzə rəva bildiyimizi, təbii ki, qonşumuza da, qohumumuza da və ümumiyyətlə bütün bir şey diqqətimi çəkdi, nədir müsbət cəhət? Çoxlarımız gedirik hər hansı bir məhsulu əldə eləməyə, bizə lazımdır, məsəl üçün, adi saç şampunları olsun və yaxud da digər vasitələr olsun, biz onları alarkən oxumalıyıq təbii ki, görək bunun tərkibində nə var, bu mənim işimə yarayırmı? Xarici ölkələrdən gətirilən məhsulların əksəriyyətinin üzərində təbii ki, xarici dillərdə yazılar olur. Düzdür, bizdə kifayət qədər xarici dillərlə maraqlanan və öyrənən insanlar var, amma bilməyənlər də var ki, bu da bir reallıqdır. Və müsbət xüsusiyyət odur ki, Azərbaycan dilində təlimatları var. Mütləq olmalıdır. Mən indi arxada görürəm və müsbət bir haldır ki. Həm də o bir patriotizm elementidir. Ana dilimizi biz heç vaxt ikinci tərəfə atmarıq, haradasa gizlətmərik. Gördüyünüz kimi, hər birinin üzərində öndə, böyük hərflərlə ana dilində yazılar yazılır. Arxasında isə artıq həm ixrac ölkələrinə, həm də ümumiyyətlə bir standart tələbidir, həm də yazılar göstərilir fərqli dillərdə. Təşəkkür edirik. Təşəkkür edirik. Azərsun Holdingin məhsullar haqqında bizə məlumatlar təqdim elədiniz. Minnətdarıq, fikirləşirik ki, artıq bir çox izləyicilərimiz də şahid oldular və istifadə eləməyənlər də bundan sonra istifadə edib xeyrində görəcəklər. Təbii ki, təşəkkürlər. Bugünlük isə efirimiz yekunlaşır. Sabah biz eyni saatda ekranlarınızda qonaq olacağıq. Sabaha kimi Allaha əmanət olun. Salamat qalın.